Bismillahirrahmanirrahim. Salam ərz edirəm siz əziz, hörmətli və dəyərli ağalara, xanımlara. Biz Türk müsəlmanların milli irfanının bir hissəsini sizinlə yenidən istəyirik paylaşaq. Bu cələsədə ən birinci bir qəzəllə başlayacağıq. İmaduddin Nəsimidən başlayacağıq. İkinci mövzu o şaman düşüncələrində, şamanla Türk müsəlmanların milli irfanının qaynaqlarındandır. Oradan bir sıra bilgilər sizə verəcəyik o şaman düşüncələrindən. Üçüncüsü Məsnəvinin birinci dəftərindən o şahi ki nəsraniləri öldürürdü, onun nağılından neçə beyt türkücə şərh eləyəcək. Dördüncüsü Təbrizlə bağlı Şəms divanından bir qəzəl oxuyub bir-iki beytini sizə şərh eləyəcək. Bu qəzəli ki sizə oxuram İmaduddin Nəsimidəndir. Bilirsiniz, İmaduddin Nəsimi o Hurufiyyə silsiləsinin demək olar başçılarından oldu və bu irfan yolunda da canını əldən verdi. Demək olar bu irfanın, Türk müsəlmanların milli irfanının bir önəmli şəhidlərindən Nəsimi sayılır. Nəsimi həm Fars dilində, Ərəb dilində, Türk dilində şeirləri olubdur. Yəni o əhatəsi bunların üç dilə də var idi. Bu qəzəli ki oxuram, burada iki dənə kələmə vardır. Bilməyiz yaxşıdır. O budur ki, bir dilərsən yəni istərsən, o çox təkrar olacaq bu qəzəldə. Bir də etməcil. Etməcil yəni etmə. Yəni görmə, bu işi görmə. Əncam vermə, ay sağ ol. Bu o qəzəldəndir. Üzünü məndən nəhan etmək dilərsən, etməcil. Gözlərim yaşın rəvan etmək dilərsən, etməcil. Bərci nəsrin üzrə meşkin zülfünü sən dağıdıb, aşıqı bixanıman etmək dilərsən, etməcil. Qaşların qovsunda müjganın xədəngin gizlədib, ey gözü məstanə qan etmək dilərsən, etməcil. Canimi vəslin şərabindən ayırdın, ey gözüm. Eynimi gövhərfişan etmək dilərsən, etməcil. Qoymuşam eşqində mən könü məkanın varını, can nədir kim, qəsd can etmək dilərsən, etməcil. Bürkəyi, həman burqəyi, yəni çərşabı, başörtün. Bürkəyi üzdən açarsan, məyər naməhrəmə, gizli əsrarı əyan etmək dilərsən, etməcil. Yandırırsan könlümü eşqində, məlum oldu kim, an-ı rüsvayı cəhan etmək dilərsən, etməcil. Doğruyam eşqində, ox tək, kipricin tanık durur, yəni şahid durur, kirpiklərin şahiddir bu şey. Qəddimi neykün kəman etmək dilərsən, etməcil. Çünki eşqin məskənidir könlümün viranəsi, həsrətə ani məkan etmək dilərsən, etməcil. Çün yəqin bildi Nəsimi ağzının var olduğun, o yəqini sən güman etmək dilərsən, etməcil. Əzizlər, biz keçmiş bəhslərdə xatirinizdə olmuş olsa, dedik ki,
biz bir tərsə düşüncədən uzaq durmalıyıq. Axı türk müsəlmanların milli irfanı təali nəfsidən başlayır. Fars irfanı ki, adını təsəvvüf qoyduq, ondan fərqli oldu. Dedik ki, o təsəvvüf nəfsin rəzilətinə, təhqir olmasına çalışır. Necə ki, riyazətləri ki, məsələn, inəyin idrarı ilə, ya fuzulatı ilə onunla istəyir bir nirvanaya çatsın. Bizim irfanımızda təali nəfs ibarətdir bundan ki, bir əlində saz, bir əlində qılınc, toplumsal hərəkətlərdə faal olmaq və onda giriş eləmək, zülmlə qarşı-qarşıya girməkdir. O əsasda bu irfanda qaynaqlarımızdan bir dənəsi şaman düşüncəsidir. Şaman düşüncəsində o təbiətdə olan ünsürlər ki, ibarət edir, topraqdır, suyudur, günəşidir, yelidir, ağacıdır. Bunlar hamısı kutsal olurdular, yəni müqəddəs olurdular. O əsasda, xüsusən o zaman ki, topraq vətən ya mihən görəvi götürürdü özünə. Onda da bunun kutsallığı neçə bərabər, neçə qat olurdu. Biz sizin xatirinizdə olsaydı, keçmiş dərvaqa hissədə o Hun şahlarından, xaqanlarından ki, Mətəxanıdır, ya həmən Oğuz xanıdır ki, Çindən gəldilər və bundan torpaq istədilər, bu savaşa girdi. O nağılı sizə dedik. Yadınızda olsa, Mövlana da belə baxırdı. Mövlana'nın özü deyirdi ki, Təbrizin toprağı müqəddəsdir. Deyərdi ki, mən Konyadayam, kimsə Təbrizdən mənim görüşümə gəlsə, deyin ki, Təbrizin toprağından mənə gəlsin. O şeiri var ki, be Təbrizər şəvi sakin, zehi dövlət, zehi rəfət, be sırxa bər şəvi mədfun, zehi ruha, zehi rəfət. Sırxabda ya surxabda dəfn olanlar insanlar, nə qədr onlar əzəmətli insanlardılar. Xoş olsun onların ruhlarına. Mövlana o sırxabda olan hərəkətləri ki, başlanmışdı tarix boyu, oranın toprağının neyinidir? Müqəddəs bilir. Hər ki bər əflak ruhani ist az bəhr şərəf, minəhət bər xak pinhani cəbin Təbriz ra. Mövlana deyir ki, bütün aləmdə nə mənə ruhani nirular var, güclər vardılar. Şərafət üçün bunlar gəlirlər Təbrizin toprağına, boyun əyirlər, oradan neynirlər, o toprağı neynirlər, öpürlər. Bu Mövlana'nın sözüdür. Şəms divanında qəzəllərində gətirir. Didə ra az xak Təbriz ərməğan arad bad, zan ki cöz an xak xakiş ra aram ku. Hətta naxoş gözlərə Mövlana deyildi ki, o topraqdan bir zərrə sürtəsən, deyildi ki, o gözü neyniyər, dərman elər. Dərmandan əlavə gözü neyniyər, arad bad. Yəni gözü arayış elər, bəziyər. Bu didə ra az xak Təbriz ərməğan arad bad. O gözü də neyniyir, bəziyir. Təhcə bu torpaq deyil, bu işi görə bilər. Ayrı bir torpaqlarda siz bunu neyniyərsiniz, tapa bilənməzsiniz. Xak Təbriz ey səba, töhfə biyar az bəhr mən. Görürsünüz da, Təbrizin toprağından, hətta səbadan, o yeldən xahiş edir. O yelin kutsallığı ki, biz gələcəkdə işarə eləyəcək ona, ondan xahiş edir ki, gələndə Təbrizin toprağından mənə sarı gətirin. Zan ki dər izzət bicay qovhər kanist an, mədəndən çıxan o qovhərdən, o bahalı daşdan nədir? Mənə o torpaq mənə izzət gətirir, şən gətirir, məqam gətirir. Bu Mövlana'nın nə idi? Baxışı idi. İndi gəlirik bir miqdar o şaman düşüncələrində biz baxaq görək ki, bu torpağın nə yeri var idi?
Yadınızda olsaydı biz Abbas Tufarqanlı ilə Gülgəzin nağılından bir qıssaca sizə işarə edirik. Bu bir müasir bir nağıldır. Bilirsiniz, Gülgəz o Təbrizin Haşiminin qızı idi ki, Abbas Tufarqanlı, həman Tufarqan bilirsiniz də, hara olur? Azərbaycan. Bəli, orada nə edir? Bu qıza aşiq olur. Demək olar ki, Abbas bir ağacın altında yatır, 3 gün orada nə edir? Yatır. Yatandan sonra durur ayağa, deyir ki, mənə saz gətirin, mənə bir para vergilər verilibdir, mən nə etməliyəm? Burada bu sözləri sizə sazla yetirməliyəm. Bu şaman düşüncəsində Türk millətlərin içində çay, topraq və bir sıraların içində mağara ya həman dağ, ağac, bunların hərəsində bir güc olubdur ki, eləyə bilibdir sevgiliğin vergiliyini insana neynəsin, bağışlasın. Nağılların bir sirrində gəlir ki, bir Türk xaqan, gənc, cavan xaqan neynir? Çində bir dənə qıza aşiq olur. Deyir ki, Çinlilər bilirlər ki, bu nəcr olmalı olsa istəyir ki, bu qızı ələ gətsin. Gəlirlər buna bir dənə şərt qoyurlar. Deyirlər ki, biz hazırıq ki, bu xaqana, bu gənc xaqana qızımızı verək. Amma o türklərin torpaqlarında bir dənə müqəddəs, kutsal bir dənə daş vardı. Bəlkə o daş yada daşımış, bəlkə o daş yağış daşıymış. Axı quruluq olanda türk xalqlarının içində bir daş olardı ki, o daşı aparardılar, məsələn, bir dənə yerə, o daşdan istəyərdilər ki, yağıntı olsun, yağmur yağsın, yağış yağsın, ona görə o daş nə idi? Müqəddəsidir. Deyirlər ki, bu Çinlilər bir şərt qoyurlar, deyirlər ki, siz gərək nə edəsiniz? O daşınızı bizə verəsiniz. O gənc xaqan deyir ki, iradı yoxdur, mən o daşı nə edərəm, sizə verirəm. Amma o boyda olan, qəbilədə olan insanlar deyirlər ki, bu daşı verməclə, bu daş bizə xeyir gətirir, bərəkət gətirir. Onlarla qarşı-qarşıya durur, o daşı nə edir? Verir onlara. Bir yol o daşı verdikcə onlara o Çinlilər gəlirlər o daşdan, hər gün böyük daşımış, bala daş deyil. Böyük daşdan demək olar hər gün bir tikəsini, bir qətəsini neymişlər? Qırırmışlar, bölürmüşlər, götürürmüşlər. Çinlilər bilirdilər ki, orada nə iş görürlər. Demək olar, hər zaman ki, oradan bir qətəsindən ya bir tikəsindən götürürdülər, yavaş-yavaş o türklərin yurtlarında qıtlıq gəlirdi qabağa. Yəni, yağış yağmırdı yavaş-yavaş. Neynirdi? O daş işi bir zaman bunların etiqadı bu idi ki, inəklər ondan balalayar, qoyunlar ondan balalayar, getdikcə heyvanlar da balalamırdı, doğmurdular. O əsasda da axırın qətəni, axırın tikəni ki, oradan götürürlər, bütün bir dənə ağır bir quruluq gəlir, neynir? O türklərin yurdunda hakim olur. Hakim olan kimin? Bunlar məcbur olurlar neynəsinlər? O yurtlarını, o vətənlərini tərk eləsinlər və ayrı yerə getsinlər. Şaman deyir ki, şaman deyir, necə mən sizə o Mətəxanın, Oğuzxanın nağılını sizə dedim ki, hazır olmadı, vətənindən, toprağından bağışlasın, getdi Çinlilərlə döyüş elədi və o vətəni saxladı, bu yaxşı işdir. Şaman bu nağılı da gəlir, cavanlara deyir ki, yadınızda olsun ki, siz müqəddəs və kutsal şeylərinizi bağışlayanda nə olur? Öz vətəninizə quruluq gəlir. Ona görə mən istəyirəm belə düşünəm ki, sizə deyəm ki, şamanizmlə elə nasionalizmində bir dənə ağır bir ilgisi vardı. İndi də baxsaq görürsünüz ki, Çinlilər heç bizim torpaqlarımıza rəhm eləmirlər. Azərbaycan torpaqlarında olmayan daşlar, mədənlər hamısı Kirmana, İsfahana gedir. Nədir? Oradan da gedir, sadır olur Çinə və Çinlilər orada neynirlər, nə iş görürlər. Hətta mən eşitdiyimə görə gəmilər gətiriblər ki, o
Bəsrə körfəzində dayandırıblar. Orada karxanalar yükləyiblər ki, daşları onların üstündə taraş verirlər, ənva və qisam. Orada neynilər, sadir eləyirlər gedir. Şaman düşüncəsi deyir ki, necə sən bir ağacı kəsməkdə ondan icazə alırsan, ağacın hörməti var, daş da müqəddəsdir. Daş sənin toprağından eşiyə çıxmamalıdır. Yəni, o daş da hər nə işi görməli olsa, sənin öz toprağında, öz yurdunda gərək olmuş olsa, ona gərək sən baxasan. Yəni, belə düşüncədə demək olar, şaman düşüncəsi ilə bir milliyyətçilik düşüncəsinin bir dənə ağır demək olar, ilgiliyi vardı. Yəni, bir türk müsəlmanların milli irfanında demək olar, necə daş hörmətlidir, kutsaldır, o daş sənin əlin ona dəyməlidir, özcə əli ona dəyməməlidir. Yəni, buna demək olar, bir namus gözü ilə baxırlar. Yəni, bir qeyrəti var onda ki, özcənin əli ona dəyməməlidir. Ona görə istəyirəm deyəm ki, necə bir şairlərin bir dənəsi demişdi ki, bir insan bir dərəcəyə çatsa ki, düşünə buna ki, bir susqu öldürməməlidir, o bu düşüncəyə çatsa, adam da öldürməz. Dünyada savaş da yola salmaz. Şaman düşüncəsinin belə bir önəmləri vardı ki, gəlir bir dənə daşa, belə bir hörmət neyniyir? Qail olur. İkinci nağılda gəlir, deyir ki, Oğuznamədə gəlir. Uyğuristan çapında belə gəlibdir ki, Oğuz xaqanı bir dənə yuxu görür. Yuxu görən kimi onun yanında bir dənə şaman var idi. Orokturok adında. Yəni, həmən ki, sabit qədəm bir insan, oruq, yəni yaxın bir insan, toruq da yəni qalarcı bir insan. Bəziləri yazır ki, türk Oğuzlarının içində ən birinci şaman ki, olubdur, həmən bu Orokturok olubdur. Bilirsiniz, hakimlər toplumları maddi yönəldirdilər qabağa. Yəni, ordunu düzəldirdilər, dövlətçiliyə fikr eləyirdilər, savaşa fikr eləyirdilər. Şamanlar da onların yanında mənəvi idarəçilik öhdələrini almışdılar. Noxoş ruhları dərman eləyirdilər. Düşmən ki, içəridə var idi, düşmən ki, eşdə var idi. İçəridə olan, yəni həm insanın öz zatında içəridə olan düşmənləri gedirdilər, dərman eləyirdilər. Həm eşdəki düşmənlərinə necə qarşı-qarşı olmağa yol göstərirdilər. Ona görə bunlar nə edirlər? Bir-birlərinin hər zaman yanında orada. İndi də baxsaz, görürsünüz ki, türk şahlarının yanında bir dənə həkim əyləşirdi. Amma Fars şahlarının yanında ümumiyyətlə bir fəqih əyləşir. Yəni, həkimlə fəqihin burada nədir? Fərqləri vardır. Hər halda, o Oğuz xaqanı bir yuxu görür, Orokturoku çağırır, deyir ki, bu Orokturok da bir qoca bir kişiymiş, saqqalı ağımış, çox məhəbbətliymiş, aqil bir insanımış. Deyir ki, mən bir yuxu gördüm, yuxuda mənə bir dənə altın kaman verildi, qızıldan olan kaman verildi. Bunun 3 dənə gümüşdən oxu var idi. Kamanın bir başı doğuda, bir başı batıda idi. Yəni, bir başı qərbdə, bir başı şərqidə idi. Gün batan, gün doğan demək olar, kamanın yekəliği idi. Yəni, rüsətdə, yuxuda mənə bu yekəlikdə kaman verildi. Bunda da nə idi? 3 dənə gümüşdən olan ox verildi. Gəl mənə bu yuxunu sən neynəcəksən? Yorcunən. Axı, yuxunu gərək yorasan, deyiblər. Hətta yuxunu təsdiq eləməməlisən. O ki, Quranda vardı ki, Həzrəti İbrahim yuxuda görür ki, oğlunun başını kəsir və Muhyiddin Ərəbi deyir ki, Həzrəti İbrahim yuxunu təsdiq elədi. Təsdiq eləməməli idi Həzrəti İbrahim. Gərək gedərdi, neyniyəydi? Bunu yoraydı. Ona görə Quranda gəlir ki, səddəqtə. Həzrəti İbrahim Allah buyurur ki, səddəqtə roya. Ayda düz deyirəm də, səddəqtə roya, yəni sən bu royanı təsdiq elədin, royanı təbir eləyərdin bu yuxunu, təfsir eləyərdin, yoraydın, yuxuda gördün elə oğluyu başını kəsdi, hey oğluyu göt apar orada başı kəsmək, dərdi sən gərək bu işi görərdin. Neyniyərdin? Yorumçuluğa yığardın dövrəvə, deyərdin ki, bu yuxudan yorum nə olmalıdır? Bu həman sözdür ki, Muhyiddin Ərəbi Əndəlusi neyniyir? O nağıla Həzrəti İbrahimlə bağlı deyir. Türklərin də içində neyniyir? Bu xaqan gəlir, bu şamandan istəyir, deyir ki, bu yuxunu mənə təbir eləcəkən, yorcunən. Bu deyir ki, xaqan,
sən gərək nə edəsən? Ordu toplayasan, bütün batıya, bütün doğu dünyasına nə edəsən? Bir həmlə aparasan və bu torpaqlar sənindir. Kaman istəyib bunu desin sənə. Bunlar sənindirlər, bunlar nə etməlisən? Sən ələ gətirməlisən. Ona görə Xaqan da elə bu işi görür. Ordunu toplayır və birbaşı Çin, birbaşı Orta Asiya, Sibiriyə nə edir? Görüşlər aparır və orada nə edir? O torpaqların hamısını ələ gətirir. Əzizlər, mən istəyirəm bunu sizə deyəm ki, Türk xalqların içində şaman demək olar bir dənə mənəvi bir alim imiş. Həmən imiş ki, toplumsal yaşayışı ya əxlaqiyyatı neymiş? Yönəldirmiş, rəhbərlik eləymiş. Şamanlar görüşən göz, mütəfəkkirli insanlar və bütün çalışmaları bu idi ki, boyları, qəbilələri neynəsinlər, birləşdirsinlər. Bunların bir dənə ayrı görevləri də var idi. O da bu idi ki, çalışırdılar öz xalqlarını ölümün pəncəsindən, yoxluğun pəncəsindən neynəsinlər, qurtarsınlar. Bunlara bir dənə yol tapsınlar. Ona görə biz görürük ki, Dədə Qorqud nağıllarında şaman gəlir, gələcəkdən xəbər verir. Deyir ki, gələcək nə olacaqdır? Hətta o bir məruf bir müvərrix vardı, Qorduzi, deyir ki, Qırğızların içində bir şaman var idi, Fağinum adında. Bu həmanıdır ki, buna nə edirlər? Şaman deyildilər. Bunun bir sazı var idi, onunla çalardı, dolanardı, gəzərdi, müxtəlif hərəkətlər görərdi. Sonra nə edərdi? Telo gedərdi, yıxılardı yerə, özündən gedərdi. Özündən gedəndən sonra tez millət yıxışardı bunun başına. Deyərdi ki, indi ki yuxudan durursan, de görək gələcək nə olacaqdır? Bu suallar soruşardılar bundan. Deyirdilər ki, gələcəkdə faravanlıq olacaqdı, ya qıtlıq olacaqdı, yağış yağacaqdı, ya quruluq olacaqdı, barış olacaqdı, ya savaş olacaqdı. Bu nə edirdi? Oradan duran kimi bu suallara nə edirdi? Cavab verirdi. Yadınızda olsa, Şəms ilə Mövlana da birinci görüşdə, o zaman ki, Şəms Mövlanaya bu sualı verir ki, Bayezid Bəstami böyükdür, ya Həzrəti Muhammed böyükdür. Mövlana da o qatırdan düşür yerə, özündən gedir, sonra özünə gəlir və Şəmsin bu sualına nə edir? Cavab verir, deyir ki, qətiyyən ki, Həzrəti Muhammed Bayeziddən böyükdür. Buna görə ki, deyir, əgər o böyükdürsə, niyə o deyir ki, Subhani, Bayezid deyir, Subhani ma əzəmə şəni, mənim Tanrım, mənim Allahım, mənim şənim və əzəmətim nə böyükdür, amma Peyğəmbər deyir ki, ma əbədnəkə haqqə ibadətik və ma ərəfnəkə haqqə mərifətik. Peyğəmbər deyir ki, nətər olubdur, biz səni o cür ki, layiqsən ibadət eləməmişik. Mövlana orada ona cavab verir ki, demək olar ki, o Peyğəmbərin fəqr məqamından çıxır, o Bayezidin fəxr məqamından çıxır. Bunların heç paradoksikal cavabları yoxdur. İkisi də elə bir məsirdə, bir yolda neyniyir, gedir. Bu qıssaca bir demək olar ön giriş idi ki, mən lazım idi ki, bunu sizə çatdıram. İndi gəlirik demək olar Məsnəviyə. Məsnəvidə 392-ci beytə yetişmişdik. Yadınızdaydı da, birinci dəftər 392-ci beytə. Hal Arif in بود بیخواب هم گفت ایزد هم رقود زین مرم خفته از احوال دنیا روز و شب چون قلم در پنجه تقلیب رب. عارف همان şaman demək olar ki, Mövlana deyir ki, bəli, bu şamanlar, bu ariflərin əhvalları belə idilər. Bunlar
siz fikr eləyirdiniz ki, bunlar yatıblar, amma yatmayıblar. Bunlar oyaqdılar. Bəzən görürsünüz, bunlar oyaqdılar, sizə baxırlar, amma sizə baxmırlar. Bunlar ayrı yerdə idilər. O Qur'anın bir ayəsi var idi ki, ona işarə eləmişdi ki, Kəhf surəsində həman hum ruqudun, bunlar demək olar. Və təhsəbuhum əyqazən və hum ruqudun. Ruqud yəni yatıblar da, mərqəd yəni yataq yeri də demək olar. Siz onları, o Kəhfdə olanları deyil də, 7 nəfərdilər də, bilirsiniz ki, həman bir iti ilə olurdular, 8 nəfər ki, Qur'an deyildi ki, nədir? Kəlbuhum basetun ziraəy. İtdə ilə qollarını belə qoymuşdu, onların qabağında nə idi? Yatmışdı, o qarın ağzında belvəsid, orada yatmışdı. Ona görə deyir, təhsəbəhum əyqazən və hum ruqud. Onları siz fikir edirsiniz, bəlkə oyaqdılar, amma yatmışdılar. Nuqəllibuhum zatəl yəmin, zatəl şimal. Biz bunları gahdan sağa, gahdan sola, gahdan aşağı, gahdan yuxarı neynidir? Çevirirdik. Bu təqlib. Təqlib yəni çevirmək dər vaxı. Mevlana istəyir deyə ki, bu çevirmək sənin öz əlində deyir. Bu çevirmək bir gizlin əllərin içindədir. Yəni irfan elə bundan başlanır ki, sən o gizlin əlləri nədir? Görməlisən. Yatmamışda Arifin halı budur, hum ruqudun sözünün razı budur. Gözləri dünya halından yoxlayır, bir qələmdir, haqq əlində oynayır. Yəni bir qələmdir ki, در پنجه تقلیب رب. Yəni bizlər hamımız tək-tək, bizlər bir qələmək Tanrının pəncəsinin əlində, Mevlana deyir. O yazır, o bizi aparır. Amma qıssa düşüncəli insanlar belə fikir eləyir ki, bu qələm öz başına yazılır, öz başına gedir. Mevlana Fih-i Mafihdə də buna işarə eləyir. Deyir ki, həməy əsbab çün qələmiz در دست قدرت haqq. Bütün aləmdə səbəblər ki var, bu illətlər ki yaranıbdır. Mevlana deyir ki, filsuflar özlərini yırtırlar, bir belə illət-i məhluldan danışırlar, səbəblərdən, müsəbbibdən, təsbibdən danışırlar. Hamısı nədir? Qüdrəti, haqqın qüdrətinin əlindədir. Muharrir haqq است. Hərəkət verən, özgürlük bağışlayan, təhrir verən, azadlıq verən, Mevlana deyir ki, həman haqq edir, odur. Anki pəncəmi nəbinət در رقم فعل پندارد به جنبش از قلم. O ki pəncəni görmür, pəncəni yazmaqda pəncəni görmür, fe'l پندارد به جنبش از قلم. Yəni o qələmin yazmağını təhcə iş bilir. Fikr eləyir, bəlkə elə qələm təhcə yazır. Qələm öz başına neynir? Hərəkət eləyir. Şəmme-i zinhal عارف وانمود خلق را هم خواب حسی در بود. شمه nədir? Xalq را هم خواب حسی در بود. Xeyr, nüsxələrdə fərqli var da. Aql را هم خواب حسی در بود. Heç iradə yoxdur. O nüsxələrdə fərqli olmağına görədir. Bəli, şəmmə həman şamama deyirlər ha, biz öz dilimizdə bir bitkidir də, demək olar. Qəşəng iysi olur, qoysan evə, şamamadır. Bu həmandır. Şəmmə ərəbi kələmədir. Şəmmət, fəaliyyətdəndir. Bir dəstənbu deyirlər ona. Bəli. Bu məstəri ədədidir. Yəni bir dəfə iyləməklə, şəmməyi bir dəfə iyləməklə زینهال عارف وانمود خلق را هم خواب حسی در بود. Deyir ki, siz istəyəsiniz bu Arifin halını biləsiniz. Biləsiniz ki, bu şamanlar nə haldadılar. Bu xab-ı məhsus ki vardı, hissi yuxu ki vardı. Bu yuxuda siz bilərsiniz. Mən yuxunu sizə misal çəkəcəm. Mevlana istəyir deyə. Yuxuda ki siz hər şeyi əldən verirsiniz, ruhlar bədəndən çıxır, siz ixtiyar sahibi dərsiniz, yaxud özünüzdə bu təcrübə var izdir, ruh bir də qeydəndə bədənə siz oyanırsınız demək olar. Arifi də deyistirəm sizə misal çəkəm ki, Arif də belə bir şeydir. Yəni, onun
haləti nədir? İxtiyar sahabındadır. O ixtiyarı eləyə bilir bu işləri görsün. Yaxşı. Katibi kim görməsə anlar qələm, yazını öz başına eylər rəqəm. Yazını öz başına eylər rəqəm. Arifin bu elvi halındandır kim, oldu cismi yatmağa səndə çəkim. Canları rüyada açdı qol qanat, cism olub asudə, ruhlar oldu şad. Bu da o birisi beytinçidir. Rəfte در صحرای بیچون جانشان روحشان آسوده و ابدانشان. Səhrayı biçun, Mevlana bu biçun kəlməsini çox işlədir. Biçun. Biçun yəni kəmm keyfi götürmür da, yəni o qaliblərə, ədədlərə girmir. Səhrayı biçun yəni qeyb aləmi, gizlin aləm. Bu rəfte در صحرای بیچون canişan. Ruhları qeyb aləminə gedir yatanda, hissi yuxuda. Ruhşan asudə və əbdanişan. Ruh da asayişdə olur, bədənlər də nə mənədir? Asayişdə olur. Eynülquzat-ı Həmədani ki İbn Sinaya çox iradəti var idi, zahidlə, sufiylə, arifin fərqində belə deyir. Aydötü Cavad Sadqanın təxəssüslərindən də Eynülquzatın barəsində çox işləyibdir. Deyir ki, zahid در آن کوشد که نخورد. Zahidin bütün çalışması budur ki, yeməsin, yeməməkliğə düşünər. Murid در آن کوشد تا چه خورد. Müridin bütün çalışması bu olar ki, nə yesin. Sufi در آن کوشد که با که خورد. Sufinin bütün çalışması bu olar ki, kiminlə yesin. Arifan در آن کوشند که از او خورند بلکه با او خورند. Ariflərin, şamanların bütün çalışmaları bu olar ki, onlardan yesinlər. Bir süfrə açsınlar, xalq yığışsın, onların süfrələrindən paylar götürsünlər. Əzizlər, burada baxsaydınız xofdə az əhval-ı dünya ruz و şəb, o bir beyt varımızdır da, Mevlana dünya kəlməsini işlədir. Dünya kəlməsi Məsnəvidə, bizim irfanımızda çox işlənir. Bir tərsə düşüncə budur ki, bizim o təsəvvüfdən yayılan, demək olar, Farsi, Məcusi, Hindi düşüncədə budur ki, dünya atmalısan, tərk eləməlisən, bir qarda, bir yerdə, mağarada gəlib yaşamalısan. Halbuki Türk müsəlmanların milli irfanında dünyanın mənası budur ki, hər zaman sən Allahı yaddan çıxartdın, yəni o ləhzə düşüncəndə fikr elədin ki, sən bir müstəqil insansan ki, sənin gizlin əllər səni yönətmir qabağa, Mevlana deyir ki, sən orada dünyada yaşayırsan. Çiist dünya, az xuda qafil şudən, ni qumaş و نقره و فرزند و زن. Dünya bundan heç biri deyil. O ləhzə ki, sən qiflətə girdin, o ləhzə ki, fikr elədin ki, məniyyət gəldi ki, mənəm, burada mənəm, Bəğdadda kör xəlifə, orada sən nə oldun? Dünyada yaşadın. Həmandır ki, Quranda ləhv-ü ləyibdir. Sərahətən, dəqiqən də sən o təalluqatda gir elədin, bəli, deyir, əslən o deyir, sən eləyə bilərsən, Türk müsəlmanların milli irfanında sən eləyə bilərsən, ailə qurasan, yaşayış eləyəsən, ailəvə çalışasan, toplumsal hərəkətlərdə fəaliyyətin ola, bunlar heç biri dünya deyil ki, axı dünya məzəmmət olur da, mahiyyəl həyat-ı dünya illə ləhvun və ləibun filan, Quranda ki, gəlir dünyanı ucuz çırpır, Mevlana deyir, dünya o deyil ki, siz fikr eləyirsiniz ki, gedib ailə qurmayasınız, zülmünə mübarizə eləməyəsiniz, xeyr. O ləhzə ki, siz Allahdan qafil oldunuz, yəni o ləhv-ü ləyibdə siz yaşayırsınız. Çünki Quranın o birisi ayəsi vardır. Qəsəsdə 77-ci ayədə buyurur ki, La tənsə nəsibəkə minəd-dünya. Sən dünyadan öz bəhrəvi heç vaxt yaddan çıxartmamalısan. Sən gəlibsən, sən dünyadan bu bəhrəvi neyniyəsən? Götürəsən, aparasan. Xoş,
Gəlirik 397-ci beytə. Hazırsınız da? Və səfiri baz daməndər keşi, cümle را در داد و در داور کشی. خب səfir demişdik də sizə. Səs. Səfir o səs idi ki, quşları nə edirlər? Alladırdılar, quş səsi çıxaldırdılar. O birisi quşları nə edirlər? Təliyə salırdılar. Mevlana deyir ki, o yatmaqdan ki, ruhlar bədəndən ayrılıbdı, yenidən və səfiri baz daməndər keşi. Bir dənə səsinlə yenə ruhları gətirsən, tora salırsan. Daməndər keşi. Cümle را, yəni bütün o ruhları در داد و در داور keşi. Dad و داور yəni təklif. Yəni bu ruhlar ki, girirlər bədənə girən kimin bədəni mükəlləf eləyirlər. Yəni bunu demək olar bir təklif, məsuliyyət gətirirlər bunun boynuna. Sən bir insan oldun ki, daha məsuliyyət sahibisən. O Jean Paul Sartre deyirdi ki, azadi, yəni məsuliyyət bir qəşəng cümlə idi. Sənə azadlıq vermişik nədən ötürü? Sən məsul olasan. Yəni cavab verəsən. Azadlıq bundan ötürü dəyərdir ki, sən hər nə xoşun çəkir eləyəsən. Yox, azadlıq yəni sən məsuliyyət sahibisən. Sən sorğu altındasan. Sən bütün sorğulara cavab verməlisən. Azadlığın mənası budur. Ona görə neynədir? Səni təklifə cəhdi. Bu beyt sizdə var. Çünki nur صبحدم سر بر زند. Var da sizdə. Çünki nur صبحدم سر بر زند کرکس زرین گردون پر زند. Elə ki, ruhlar girdilər bədənə, yaşayış davam tapır, elə bir sübh gəldi. Elə bir qaranlıq getdi, sübh açıldı. Ruhların bədənə girməsini Mevlana deyir də bu cür. Elə bir qartal ki, yenidən neyniyir? Uçmağa başlayır, bu gəldi. Xob, faliqul isbah, bu Allahın sifətidir. Quranda da gəlib də faliqul isbah, yəni sübhləri yırtan, yəni gecə elə bir pərdə kimindir? Bu gecənin pərdəsini yırtır, sübh gəlir. Faliqul isbah. Hardadır? Faliqul isbah. Bəli, Ən'am surəsində 96-cı ayədə. Faliqul isbah və cəaləl leylə səkənə. Quran ayəsidir. Deyir ki, sübhləri yırtan və gecəni sükunətgah eləyən, yəni gecə məskəndir, gecə aramış üçündür, yatmaq üçündür. İndi də rəvanşünaslar görsən, psixologlar bizə deyirlər ki, heç də gecənin yatmağına çıxmaz. Ondan 11-dən başlayın neyiniyin, yatın, səhər sübh məsələn 6-dan, 7-dən nədir? Siz durun, işinizi başlayın. O gecəki sükunətdir, yəni o aramış işi insana verir. Nədir? Quran da ona neyniyir? Bu işarəni gətirir. Faliqul isbah İsrafil var, cümle را در صورت آرد زان diyar. Ruhların yurtlarından bütün onları gətirir, surət bağışlayır. Baxın, ruhların surətləri yoxdur. Bədənə girəndə bunlar surətə gəlirlər, yəni şəkli tapırlar. Mevlana deyir ki, faliqul İsrafil kimi, elə bir Allah o İsrafil kimi yenidən bir şeypurda çalan kimin ruhlar hamısı gəlirlər, girirlər bu bədənlərin nədir? İçinə girirlər. Ruhay munbəsit را تن کند هر تنی را باز آبستن کند. Bu dağılmış, inbisatlı olan ruhları neynirlər? Gətirir, bədən eləyir, tən eləyir bunları. Hər təni را باز آبستن کند. Yenidən bu bədən neynir? Hamilə eləyir, gəbə eləyir, boğaz eləyir. Yəni demək olar abistən eləyir. Yəni gənə təkliflər gətirir bunu. Çünki bədən ruhsuz bir şeydir ki, o Mevlana'nın bir ariyedə varı şaha deyir ki, tən həmi nazət bi خوبی و جمال روح پنهان کرده فر و پر و بال گویدش ای مزبل تو کیستی یک دو روز از پرتو من زیستی فصل تابستان بگوید کی خویش را بینی چون من بگذرم. Ruhla bədən bir-birlərlə danışanda deyir ki, mən eyni yay kiminəm. Səbzələr eyni bədən kimindir. Yay deyir, mən geçsəm, bu səbzələr quruyacaqdır. Ruh da bədənə bu sözü deyir. Mən geçsəm, sən neynəyəcəksən? Pudr olub aradan gedəcəksən. Hər təni را باز آبستن کند. Ayrı bir
Səslə salırsan sən tora və səfiri bazdam əndər keşi. Bu toru olmaz yaranmışlar yora. Bu toru yaranmış insanlar eləyə bilməzlər, yorsunlar, təbir eləsinlər, əslən düşünsünlər nədir. Faliqul isbaq, İsrafil, tək istəyir surətdə tapsınlar əmək. Tapsınlar əmək. Qeydisiz ruhu edir təndə əsir, tənləri boylu edir ruhla bəzir. Tənləri ruhla neyniyir? Bəzir. Xoş, abistan. Bu birisi beyt ki oxuyuram, çox önəmli beytidir. Qəşəng diqqətlə buna baxacaq. Əsb canha ra kund ariz zin. Gör, baxın, gör nə təşbih burada Mevlana işlədibdir. Çox gözəl ha belə. Əsb canha ra kund ariz zin, sirr ennevmu əxul mevt است این. Yaxşı. Mevlana deyir ki, ruhlar eyni atdılar. Bizim bədənlərimiz onların yəhərləridir. Qabaqçı bizim fəlsəfədə, düşüncəmizdə bu idi ki, deyirdilər ki, elə bir bədən ruhu daşıyır. Bizim fəlsəfəmizdə bu idi, xüsusən Molla Sədranın fəlsəfəsində bu idi ki, bədən ruhu daşıyır. Mevlana deyir, yox. Ruh bədənləri daşıyır. Ruh eyni bir dənə atdır, bədən eyni bir dənə zindir. Yaxşı, ya o yəhərdir. O yəhəri neyniyirlər? Götürürlər o atdan. Yaxşı, atırlar o yana. Atlar gedir öz yurtlarına, ruhlarına. Sonradan neyniyirlər? Gəlirlər o atlar gənə gəlirlər də meydana. Ona uyğun gənə yəhərlər tapırlar, qoyurlar üstünə. Yəhərlər tapırlar, qoyurlar üstünə. Əsb canha ra kund ariz zin. Əsb canha ra kund, can atın eylər yəhərsiz əlləri, ölümün qardaşıdır yatmaq. Bəli, ennevmu əxul mevt. Yəni yuxu ölümün qardaşıdır da. Ruhdur da, bədəndən çıxır. Getməsə, yəni öldün də, aradan getdin. Düzdür? Quranda da bir ayəsi var. İndi mən oxuyacağam. Siz baxacaqsınız, görərsiniz ki, dəqiq elə o mənadadır. Əzizlər, bu əsb canha ra kund ariz zin bir ərəb şairində də gəlibdir. Zuheyr ibn Əbi Sulmadan. Yaxşı, döran cahiliyyətdə bir şeiri var. Deyir ki, səhəl qəlbu ən səlma və əbsərə batiləhu və urriyə əfrasu siba və rəvahilhu. Ürək deyir Səlmadan, Səlma Zuheyr ibn Əbi Sulmanın məşuqəsi idi. Ürək deyir Səlmadan huşa gəldi, batil onu gözünlə gördü. Bu aşiq atlar, sevən atlar yəhərlərini neynədilər? Əldən verdilər. Qaça-qaça neynədilər? Gedirdilər, neynədilər? Bunu əldən verdilər. Əzizlər, Mevlana bütün bu sözləri ki oxudu, yəni 8-9 beyti ki oxuyurdu sizə, Zumər surəsində 42-ci ayənin yorumuydu, təfsiri idi sizə oxuyurdu. Mühüm bir dənə ayədir ha. Ayə belə deyir: Allahu yeteveffel enfus hine mevtaha. Allah o zaman ki canlar istəyir ölə, canları tamam kəmal alır. Alır. Canları alır. Vəlləti ləm təmut fi mənamiha. Onlar ki yuxudadılar və ölməyiblər, onlarla işi yoxdur. Yuxudadılar da. Yumsikulləti qəza əleyhəl mevt. Onlar ki əcəlləri yetişibdi, Allah onların canlarını alır. Yursilul uxra ilə əcəlin musamma. Amma onlar ki yuxudadılar, ruhları bədəndən çıxıbdı, amma əcəlləri yetişməyibdi. Onlara hələ bir dənə də ayrı nədir? Fürsət yaraldır ki, bunlar neynəsinlər? Əcəlləri yetişməyibdi, demək olar. Hayır, ben şimdi sualım var. Çektiysiz ruhlar cedirler, bir ailesinden verilir bilelerine.
dənə təfəkkür var ki, deyirlər insanın necə daha zəndə qalması var. Yəni, müxtəlif mərahildən ölür, dirilir. Bir daha da bu təfəkkür var ki, yox, bir dəfə elə ölürük, bir dəfə də diriləcək. Bu hala Mevlana ona da işarə edir. Bu təfəkkür istəm insanın necə daha müxtəlif qızdırılığını Bilirsiniz, sizin bu sualınız əgər tənasuxa rəbti olmasa, tənasuxa üçün bilirsiniz də, İslam tənasuxu rədd edir. Bununla bizim bir para ariflərimiz bir qıssacana bu yaşayışlara neynirlər, bir gizlin, qaçağı neynirlər, buna işarə eləyirlər. Amma siz İslam düşüncəsinə baxsaz, o mənada ki, siz deyirsiniz, tənasux rədd edir. İnsan ölür və aradan gedir, ta o qiyaməti ola və bunlar duralar hesabı kitab. Baxçı. Amma xub Mevlana'nın öz düşüncəsinə də baxsaz, Mevlana təqribən o bir cürə o təkamülə neyniyir? İşarə eləyir ki, mən hardan az cəmadi murdəm, o nami şudəm, vəznima murdəm, به حیوان سر زدم مردم از حیوانی و انسان شدم. نه من ادای دکتر دالысы da vardı. از ملک هم شدم و ناید آن شوم پس عدم گردم عدم چون ارغنون گویدم که نا الیه راجون. Mevlana burada vəqf eləyir də, deyir ki, biz yetişirik ona inna ilayhi raciun. Bu ağır sualdır da, buna gərək bir qəşəng düşünək, yaxşı bir elə yeni bir sualdır. Yaxşı bir cavablar tapaq. İcazənizlə xanımcı bir əsası sual məhv edərlər. Mən də 2 dəqiqə axırda ruha razı bir taza söz ərz edəcəm. Çox yaxşı. Mən icazə versəz, elə 2 beyti də oxuyum. Sonra bir qəzəllə qurtaraq. Bir yol əzizlərin söhbətlərindən də inşallah bəhrə aparaqdır. Lik bəhr-i anke روز آیند باز برنهد بر پایشان بند دراز. Həman gənə ruhu Mevlana tozih verir də, burada açıqlayır ki, yenə gəlsinlər, orada neynəsinlər, tora düşsünlər, təliyə düşsünlər, bəndə deraz. Yəni ruhlar öcürdədər ki, hər yana istəsinlər getsinlər. Bunların özlərinin də bir bəndiləri və qandalları vardı ki, uzun qandalları var ki, hara kimin getməlidirlər, Mevlana istəyir onu desin. Ta ki روزش واکشد زان مرغزار و از چراگاه آردش در زیر بار. Gündüz onları mərqzardan, o çəmənli yerdən ruhları götürür, gətirir, bunları o nədir, otlayan yerlərə yenə gətirir o yükün altına, yəni o bədənin içinə, yəni o təklifə, o məsuliyyətə, o sorğuya neyniyir, bunları yenədən gətirir. Onları qaytarmağa gündüz yenə qıçların bağlar uzun iplə tənə. Dirilik təklifinin çəksin yükün, ta ki otlaqdan səhər çatsın köçün. Xoş, bura qədər kifayət elər. İcazə versəz, mən bir qəzəl Şəms divanından yazmışam, onu oxuyaq. Əzizlər, bizim Təbriz məktəbində, Təbriz demək olar həman yurtdur, həman topraqdır, həman kutsal topraqdır ki, Mevlana onu işarət eləyir qəzəllərində. Yəni o milliyyətçiliğin demək olar toprağını Mevlana Təbriz bilir. Mevlana bir qəzəlində Təbrizə bir dənə sifət işlədir. Nekuayin. Nekuayin. Çox cəlibdir. Nekuayin, yəni Təbriz o yerdir ki, orada gedişat, dəbdəbə, ənənə, ayinlər, rəsmlər, hamısı xoşa gəlimdir. Bu sifət işlədir. Nekuayinin mənisi budur. Mən o qəzəli oxuram, axırda görəsiz. Bu qəzəldə xitab elə həmən o şaman şəmsədir da, ona deyir, orada yetişir ona ki, sən oradan qalxıbsan, o nekuayinliği özü ilə daşıyıbsan, gətiribsən, mənə köçürdübsən. Əzan mayi ey Mevla, əgər imruz, əgər fərda, şəb و روزم ز تو روشن زهی رعنا زهی زیبا. Sən bizinənsən, mənim ağam, büyün, sabah, gecə, gündüz sən gəldikcə
mənə şıxlıq bağışlayırsan, gözəllik bağışlayırsan. تو پاک پاکی از صورت و لیک از پرتو نورت نمایی صورتی هر دم چه با حسن و çe با بالا. Sən paçlıqsan, paçlığın paçlığısan. Surətdə, sirətdə nur paylayırsan. Hərdəm gözəllikdə, qəddə. چو ابرو را چنین کردی چه صورتهای چین کردی. قاش gözü ki belə eləyibsən, مرا بی عقل و دین کردی. بران نقش و بران هورا. Sən bu gözəlliyi ki Təbrizdən gətirib mənə paylayıbsan, məni əqldən, dindən çıxaldıbsan. Mevlana deyir. مرا گویی چه عشق استین. Məndən soruşursan Şəmsdən. Mevlana deyir ki ey Şəms, məndən soruşursan ki bu nə sevgidir. مرا گویی چه عشق استین که نی بالا نی پست است این. Bir etidalı bir eşqidir. Yəni nə ifratidir, nə aşağıdır, nə yuxarı, nə filan. چه صیدی بی زشت است این درون موج این دریا. Bir av sən bu dənizin içindən tutmusan. Əya məşu hər qudsi ço midani çe میپرسی که سر عرش و صد کرسی ز تو ظاهر şəvəd peyda. Axı bu sualın deyil, öz cavabını sən bilirsən. Sən niyə gərək soruşasan? Bu bir kutsal, bir müqəddəs sevgidir. Sən mənə gətiribsən ərşlərdən, kürsülərdən, oradan götürüb gətiribsən. Zədi dər mən yeki atəş. Bir od gətiribsən mənə, odluyubsan. Zədi dər mən yeki atəş ki şod can مرا مفرش. Elə bir od veribsən ki, mənim bütün canım fərş olub yayılıbdır. Hamı ayaqlarını basır fərş kimi mənim canımın üstünə. Ki ta atəş şəvəd gül, xoş ki ta yekta şəvəd səd ta. Axı İbrahim girdi odun içinə, orada güllər yarandı. Mevlana deyir ki, eyni o odu gətdin mənə. Mənim vücudumu bütün gülüstan elədin. Bekon in rəmz ra təyin begu. Axı bu sırrı aç. Mənə deyinən nə xəbərdir? Məxdum Şəmsəddin. Ey sərvər, ey ağa ki dinin şəmsisən, günəşisən. Be Təbriz neku ayin beber in nöqteyi qərra. İndi ki burada əməliyyat gerçəkləşibdir, düz olubdur mənim barəmdə. Nöqteyi qərra, yəni parlayır. Sən mənim vücudumda bu inkişafı ki yaradıbsan, bu təbəddül əhvalı yaradıbsan, bu xəbəri Təbrizə aparıcınan. Orada da neynəcdən yaycınan niku ayin, Təbrizi niku ayində denən ki mən bir müvəffəq karnaməm vardı burada, bu işi görmüşəm. Sağ olasın. Xub, ay Döktür Cəvəd Sadiq